Hamınıza yeni bir videodan salam dostlarım. Kanalıma, videoma hamınız xoş gəlmisiniz. Mən Bəşirova Zəhra. İndi səhər saat 6-dır və bu gün biz məktəbə getmək üçün saat 6-da durmuşuq. Çox uzun bir yaz tətili var idi və o yaz tətili bitib. Bu gün də 1 apreldir. 1 apreldə tamam zarafat gündə, yəni bildiyiniz kimi. Nəysə, indi 6 apreldir. Yox, 6 aprel nədir? Hə, saat 6-dır. Gedirik əl üzümüzü yumağa və sonra da gedəcəyik məktəbə. Burada da yəni Totu yanıma gəlib. Normalda heç Totu yanıma gəlməzdi. Amma burada yəni videoyu düşməyim istəyib, nə istəyib bilmirəm. Yəni yanıma gəlib. O da tamam kakraz yerinə düşüb. İndi əl üzümü yudum, paltarımı dəyişdim, saçımı yığdım, soğanı falan qulatlıq elədim belə. Biraz yəni o yorğun halından əsər əlamət qalmayıb gördüyünüz kimi. Və burada qaşlarımı qıvırıram. Çünki yəni istəyirəm qaşlarım belə uzun gözünsün. Sizə bir anımı danışacağım. Mənim hardasa belə 7-8 yaşım var idi. Bu qaş qıvıran o vaxtlar məndə yox idi. Mən elə bilirdim bu bildiyimiz qatildir. Götürüb kipriyimi kəsmişdim. Yəni cəmaət kipriyini uzadır. Mən isə götürüb kipriyimi kəsirəm. Çox ağılsızam. Nəysə, sadəcə yəni bir gözümü kəsmişdim. O vaxtı da yəni bu elədiyim səhv hərəkəti başa düşmüşdüm nəysə ki. Burada da yəni sizə göstərirəm. Gördüyünüz kimi çox qəşəng oldu. Burada da çox şirin düşmüşəm nəsə. Hə, indi isə bu dodaq balzamı deyil, əslində nəmləndiricidir. Nəmləndirici sürüm. Yəni heç rəngi vermir. Sadəcə dodağım çox belə tez quruyur mənim. Qış, yaz fərq eləməz, quruyur. Ona görə də dodaq nəmləndiricisi sürdüm. Hə, sonra isə yəni burada duxu vururam. Pıs. Mən o duxunu yəni 8 martda almışdım və demək olar ki, yəni bitib. 8 martda almışdım deyəndə ki, 8 martda hədiyyə gəlmişdi. Amma indi demək olar ki, bitib. Nəysə, indi hazırlandım. Burada da yeməyimi yeyib qutarandan sonra yanıma düşüb ki, mən video çəkim. Klassik yəni Azərbaycan yeməyi, 2 yumurta. İndi də evdən çıxıram. İndi məktəbdən gəldim. İndi məktəbdən falan gəlmişəm. Çox dağınıqdır ev və evdə də heç kim yoxdur. Düşünürəm biraz evi falan təmizləyərik. Sonra da dərs falan eləyərik, yemək falan yeyərik yəni. Başqa da eləyəcək bir şey tapmıram. Onsuz kameranı yenə açanda görərsiniz. İndi paltarımı falan dəyişim. Sonra kameranı yenə açacağım. Burada yataqlar yığıram. Yəqin ki, hamı evdən çıxanda təmtəsi çıxıb və belə bir mənzərə yaranıb. Normalda məktəbdən gələn kimi istirahət edirdim, amma otağımın belə dağınıq olduğunu görən kimi dedim ki, mən bura bir əl atmalıyam. Yəni iş başa düşdüm. Heç yəni gördüyünüz kimi yataqları yığdım, masama sərvirah saldım. Sonra isə paltarları qatladım, amma onu göstərmədim ki, video sıxıcı olmasın. Bilirsiniz, indi telefonu sabitləmişəm ki, yəni video gözəl çıxsın da, hər şeyə rağmen, yəni video gözəl çıxsın. Normalda heç videonu bu açıdan çəkməmişdim. Bəli dostlar, sizə də bir xəbərim var. Mən artıq rus dil hazırlığına qoşmuşam. Mənim müəlliməm Sevinç Məhəmmədi. Buraları bir yerə onun TikTok hesabını qoyacağım. Yəni əgər rus dili ilə maraqlanırsınızsa, mütləq bu müəllimənin WhatsApp nömrəsinə yazın. Amma dərslər bir həftədə 4 gündür və o da biraz yorucudur. İndi dərs edirəm. Sadəcə ingilis dili dərsini eləyəndə video çəkirəm. Çünki yəni video
sıxıcı olmasın. Çünki danışacaq bir şey yoxdur. Boş-boş dərs eləmə baxmanızda, yəni məncə sıxıcı olardı. Amma dostlar, sizdən bir xahişim var. Son zamanlar videolarım heç tutmur. Bir 150 baxışı belə zor alır. Bunun üçün xahiş edirəm, videolarıma like atın. Çünki YouTube ilk 1-2 saatdə videoları çox like alanı keşfete düşürür və heç əməyimin qarşılığını ala bilmirəm. Ona görə də xahiş edirəm, videolarıma like atın. Və bu videonu çəkməmişdən bir neçə 30 dəqiqə falan əvvəl dizimi qanatdım. Evet, çox sakar biriyəm. Və normal yolda gəzəndə belə, yəni evin içində bir yerlərimi əzirəm. Yəni çoxdan əzmirdim. Yəni bir xalçanın üstündə gedirdim. Tam xalça girəcəkdim. Xalçanın o qıraq yerinə barmağım ilişdi. Barmağım deyim də, ayaq barmağım ilişdim, ayağım yəni. Və mən belə böyür üstü düşdüm və dizim qanadı. Onun üstünə yarabandı taxdım, amma yarabandı dartdı və daha çox göynədi. Ona görə çıxartdım. Burada dostlar arını yeməyə çalışmışdı, amma qorxmuşdu, yeyə bilməmişdi. Amma yəni arı batmadı, amma qorxmuşdu. Gəlib ayağımı qucaqlamışdı. Tam çəkəcəkdim, yəni buraxdı. Yazıq Totuş. Burada ağlayır. Totu bir neçə gündür belə gözü dolur. İndi rus dilindən hazırlıq tapşırığını edirəm. Biraz eləmişəm. Saat 7-nin yarısıdır. Mən səhifəni yazdım, qurtardım. Gördüyünüz kimi. Və indi də yazmağa devam edəcəm. İndi isə çantamızı yığacağıq. Gördüyünüz kimi. Nəsə mən elə düşünürəm ki, çantamı yığdığım videoları bəyənirsiniz. Çünki məşqdən sonraki vlogumda bəyənmişdiniz. Ona görə indi də çantamı yığacağıq. Bu arada o dəfə çantamı yığanda demişdim ki, çantamı dəyişdirəcəm. Temadan sipariş vermişəm və o siparişim artıq bir aydır ki falan gəlib. Təzə çanta sipariş eləmişəm. Yəni o da inşallah tez gəlir. Yəni görməmisinizsə deyirəm. İlk dərsim ingilis dili idi. Test kitabı ilə iş dəftərimi qoymuşam. İndi bunu qoyum. Bu dərslik normal. Yəni qoyanda sizinlə söhbət eləmək istəyirəm. Çünki hansı fəndə qoyacağımı düşünürəm ki, sizə belə maraqlı gəlməz. Yəni dünən də bildiyiniz kimi 1 aprel 5-ci günün dərsləri keçirildi. 5-ci gündə ingilis dili var idi. 3-cü gündə ingilis dili var. Amma 5-ci günün dərsləri 2-ci gün keçirildiyi üçün davada ingilis dili olacaq. Umarım dediyimi anlamışsınızdır. Bu arada hələ xəstəliyim keçməyib. Yəni ona görə xəstəyəm. Kusuruma baxmayın. Keçən 3-cü gün başlayıb getməmişdim. Çikidən nə verib bilmirəm. Ben soruşmağa da utandım. Çünki o qədər evdə qaldıq və soruşmadım. Dedim utandım yəni. Yəni gedib orada soruşaram. Ondan sonra musiqi sonuncu dərsdir. Yəni orada öyrənərəm. Sonra informatika var. İnformatika rəqəmsal bacarıqlardır. Ona görə də kitabını götürməyəcəm. Təkcə dəftərini götürəcəm. Çünki informatika kitabından dərs keçmirik. Evet. Koydum. Sonra riyaziyyat var. Burada bir kitabım. Riyaziyyat kitabından ben hiç aldım. Ben tam çok küçük yaptığınızı şöyle düşününce normal değil. Hiç yaşamaz. Ama hiç bilmem ben size değilim. Yani sizden bütün gördüklerisiniz. Sizden hiçbir şekilde çizemem. Sonra oraya basacağım diye alt ders var. Ama rəqəmsal bacarıqları çizemem. Oh, sıfır. Evet, sıfır. Bu arada çantamı izledim. Yorumlara yazarsınız. Yorumlara yazsanız sevinirim. 5 tane kitabını kaldırdım. Karton götürüp videomu da atar. Yine ben geçen defa Libraf'a gitmiştim geçen vlogda. Ama o vlogda aldıqlarımı əslində göstermişim. Prosta lakin gəncim oldu, adam çox olduğu üçün orada səsim eşidilmirdim. Ona görə də sizə indi göstərəcəm. Belə bir
Fosforlu marşer aldım. Bir tane belə şey aldım. Qara marşer. Daha sonra belə bir lamalı pozan aldım. Dur size tam göstereyim. Gördüğünüz gibi lamalı pozan. Ben lamalarda bu arada çok seviyorum. Özellikle de pembiş lama. Yani lamalar niye hiç şimdi sevmiyor ki? Kesin bir tane ben lamalar seviyorum. Çünkü anormalim. Evet, maalesef. Ve içine bundan aldım. Bu bilirsiniz neden? Hani böyle kredi kartları, başvuru kartları var ya. Onların üstüne yapışırsınız. Kartınız bezel olur. Bu bir daha çizgi film karakteri de. Bu tanımıram ama en normal bu idi. Bu da BTS'den Minyon gidim. Ben de bildiğiniz gibi K-pop'la maraqlanıram. Bu arada Temu'dan yine sipariş vermişim. Biri Binder'dı. Binder bu arada bilmirsinizsə. Hani K-pop fotokartları koyulur. Onları koyduğu bir albümdür. İkinci albüm ise demək istəmirəm. Neden mən də bilmirəm ama demək istəmədi ürəyim. Bunları da koyup bir tane de kardeşimin kubik almıştım. Bu arada bu kitap ayrıtında şeyden almıştım. Librak'tan ama daha evvel almıştım. Ben almadım. Bu da BTS'li bir kitap ayrıtıdır. Bu arada desem bakayım kesin yoktu ancak BTS'li de. Bu arada BTS şeyin yazsam, temin ediyorum. BTS yazsam sıfır. Başta da hansıdır. Bu arada sesim çok pis çıkır. Onun da çok bir şey farkındayım. Ama yani idare edeyim. Aklıma da kısayım. Buradan gelmemizi götürerek koyup da bir tane de yedek gelme götürerek. Bugün gelmenin sınıfta bir ama yakışıklı yedek gelme vardı. Ben yine de yedek gelme olarak bunu götürdüm. Ve bunlardan bir de koyayım. Bu arada bu benim kapımda buradan almışım. Bununla uyuşsun diye. Çok ne gelme kapım. Bunun kapımı hiç sevmedim. Bütün sınıf zevkime bakarak beğenip sildim önce. Ha bu arada hoş bir şey koymak gelmez. Evet, şunu hoş bir şey. Bundan mavili Hindistan cevizle hoş bir tutmuştum. O yüzden çenelerle hoş bir şey. Ben Asya'da hoş bir şey çeneler yedim. Çünkü hem rengi pembiştim. Hemen çeneleri çok seviyorum. Yani hem onların bir yerden daha çok böyle şeydi. Ama bu arada aklıma bir şey geldi. Bugün yediğim mavi hoş beşin qabı. Ben bundan qablarını atmam bilirsiniz niye? Çünkü benim bir tane defter var. Burada da şey yazılır. Hoş beş hayattır, gerisi yalandır. Aşk ol. Evet, burada bilirsiniz ne edirəm? Bu hoş beşlerin qablarını burada şey edirəm, topalayıram. Aslında çox idi, mən ən düzgünlərin, ən normal açılmışlarını yapışdırdım. Ve bunu da indi buraya yapışdıracağıq. Amma bunu biraz tezəndək. İkinci sayfada bittim. Ve artık benim yuxum gelir. Ve ben de gedirəm. Acaba bu videoda akşam və yaxud da gecə izləyirsinizsə, gecəniz xeyirə qalsın. Və o ənənəvi sağollaşmamızda eləyək. Səsim batıb, üzr sayın. Özünüzə yaxşı baxın. Xəstələnməyin. Sağ olun.